Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, mübarək Ramazan ayının şah zirvəsi olan və məsumların dili ilə desək, Ramazan ayının qəlbi hesab edilən Qədr gecəsinin fəzilətlərini sizlərlə bölüşməyi özümə borc bilirəm. Qədr gecəsi mübarək Ramazan ayının 19, 21, 23-cü gecələrində və bəzi rəvayətlərdə 25 və 27-ci gecələrinin içində olan bir gecə olduğu hədislərdə vardır. Allah Rəsulundan rəvayət var ki, Peyğəmbər Salavatullah Ramazan ayının son 10 günlüyündə yatağını yığışdırıb kənara qoyardı və ailə üzvlərini bu gecələrdə Allaha ibadət etməyə istiqamətləndirərdi. Qədr gecələrində daha yaxşı olar ki, şam namazından bir qədər əvvəl qusul etmək tövsiyə edilir, səhərə qədər ibadət etmək, yəni əhya saxlamaq, oyaq qalmaq. Qədr gecələrində müştərək olaraq 2 rükətli namaz var ki, hər rükətdə Fatihə surəsindən sonra, yəni Həmd surəsindən sonra 7 dəfə İxlas surəsini oxumaq, axırda da 70 dəfə istiğfar etmək, yəni Əstəğfirullaha və ətubu iləyh demək tövsiyə olunur. Allah Rəsulü buyurur ki, bu namazı qılan adam yerindən qalxmamış, Allah subhanahu wa ta'ala onun özünün və valideynlərinin günahlarını bağışlayar inşallah. Və daha yaxşı olar ki, onun ardınca Əstəğfirullaha Rabbi və ətubu iləyh 100 dəfə deyilsin. Və daha yaxşı olar ki, Ramazan ayının 19-cu, 21 və 23-cü gecələrində də Allahümmə lə'ən qətələtə əmiril müminin, yəni Allah əmiril müminin Əli əleyhissalamın qatilinə, onu öldürənə öz lənətini göndər zikrini desin. Və ondan sonra Qur'an-ı Kərimi açıq vəziyyətdə qarşısına qoyub bu duanı oxusun. Allahümmə inni əs'aluka bi kitabikəl munzəli və ma fihi və fihi ismukəl əkbəru və əsmaukəl husna və ma yuxafu və ma yurca ən təcələni min utəbəikə minən nar desin. Və ondan sonra bir dua var ki, Qur'anı başı üzərinə qoysun. Allahümmə bihaqqi hədəl Qur'an və bihaqqi mən ərsəltəhu bih və bihaqqi kulli müminin mədəhtəhu fihi və bihaqqikə aleyhim fələ əhədə ə'rafu bihaqqikə minkə deyəndən sonra Allah subhanahu wa ta'alanın adını çəksin, yəni 10 dəfə bikə ya Allah desin, 10 dəfə məsumların adını, yəni məsumlara xatir Allaha and vermək, bi Muhammedin 10 dəfə deyilir, bi Aliyin 10 dəfə, bi Fatimətə 10 dəfə, bil Həsəni 10 dəfə, bil Hüseyni 10 dəfə, bi Ali ibn el-Hüseyni 10 dəfə, bi Muhammed ibn Aliyin 10 dəfə, bi Cəfər ibn Muhammed 10 dəfə, bi Musa ibn Cəfər 10 dəfə, bi Ali ibn Musa 10 dəfə, bi Muhammed ibn Aliyin 10 dəfə, bi Ali ibn Muhammed 10 dəfə, bil Həsən ibn Aliyin 10 dəfə və bil Hüccə, yəni 12-ci imama adını çəkmək, o vaxtı oturub haldadırsa ayaq üstə qalxsın, 10 dəfə bil Hüccə deyəndən sonra ürəyində nə niyyət tutursa, həmən niyyəti Allahdan istəməlidir. Ramazan ayının bu qeyd elədiyimiz gecələrində dua etmək və o dualarla bahəm istiğfar eləmək ən gözəl tövsiyə olunan əməllərdəndir. Və Ramazan ayında 100 rükətli namaz var ki, 50 dəfə 2 rükətli olmaqla bu namaz qılınır. Kimin qəza namazı varsa, həmən gecələrdə bu 100 rükətli namazın əvəzinə gündəlik qəza namazlarından da qıla bilər. Ümumiyyətlə, Qədr gecələrini istiğfarla ehya eləmək, oyaq qalmaq və bütün zikirləri o gecələrdə nə varsa demək tövsiyə edilir. Geniş olaraq bu gecənin fəziləti ilə bağlı Məfatihul Cinan kitabına müraciət edə bilərsiniz. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Əziz möminlər, dualarınızda bizləri unutmayın inşallah. Allah köməyiniz olsun.